və soruşurlar ki, bunlar niyə görə saqqal saxlayır, siz vahabisiniz? Yəni bizim saqqal saxlamağımızın səbəbi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsinə, əmrinə tabe olmaqdır. Bəli. Yəni heç də bunun vahabiliylə heç bir əlaqəsi yoxdur. Çünki əgər biz fikir versək baxarıq ki, digər demək firqələrdə də məsələn saqqal Dinlərin saxlamaq, özlərində də. hətta başqa dinlərdə də dinlərində saqqal saxlamaq Allah təala kişilərə əmr bəli, edib. əmr edib və bu səbəb budur. Bəli. Yəni bizim vahabiliklə heç bir əlaqəmiz yoxdur. Mən özüm 95-ci ildən namaz qılmağa başlamışam və saqqal da saxlayıram. Əlhəmdülillah. Və 95-ci ildə ümumiyyətlə vahabi söhbəti yox idi. Yəni 95, 96. Bəli, bəli. Və 97-ci ildə, yəni əsgərlikdən qayıdandan sonra gördüm ki, təzə söhbətlər çıxıb. Yəni vahabi və s. Yəni əvvəl belə bir şey yox idi. Və bu da sözsüz ki, yəni mən belə qənaətə gələm günümüzə kimi. Yəni mənim özüm belə nəticə çıxardıram ki, bu vahabi söhbəti demək haqq dinin əleyhinə olan, yəni haqq dinə düşmən olan insanların atdığı bir iftiradır. Yəni bizə atdıqları bir iftiradır. Bəzi cahillər də oradan-buradan eşidir, təkrarlayır. Eşidir, təkrarlayır və demək hansı ki bunun, yəni bu saqqalın heç bir əlaqəsi yoxdur. Yəni hansısa bir firqə ilə və vahabiliklə. Fikir versə görərik ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə də böhtanlar atıblar. Yəni bu böhtandır. Bu bir bəli, Allah iftira. Çünki da. İslamın düşmənləri İslama özləri təsir edə bilmədikdə, yəni görürlər ki, artıq heç bir şey edə bilmirlər, son əl atdıqları şey böhtandır. Böhtan, iftira, cürbəcür adlar, ləqəblər, halbuki demək belə bir şey yoxdur. Yəni heç bir insan, Eşən qardaş, yəni təsəvvür eləyə bilməsin, kimsə gözünün qabağında canlandırsın, məsələn, imamları və yaxud da Əbu Bakırı, Öməri və yaxud da Allah Rəsulü saqqalsız təsəvvür etmək olar mı onlara? Xeyr. İnsan gözünün qabağına elə bir şey gələ bilməz. Mümkün deyil ki, saqqalsız təsəvvür Bunun səbəbləri, ümumiyyətlə belə yazmağın səbəblərindən biri budur ki, dinimizi bilməməkdir. Bəli, yəni bu insan dini bilmir. Yəni nəyin dindən olmadığını bilmir. Bəli. Əgər bu insan məsələn açıb Quranı oxusa, yəni mən böyük ehtimal deyərəm ki, yəni hətta 100% deyə bilərəm ki, bu sualı verənin Qurandan xəbəri yoxdur. Bu heç o bilmir vahabi nə olan şeydir. Bəli, çünki Qurandan xəbəri olsa, dindən xəbəri olsa və dini araşdırsa və bilsə ki, din nədir, din nəyi buyurur, nəyi buyurmur, o halda o bu sualı verməz. Və bilər ki, saqqal artıq dindəndir. Və bunun səbəbi nədən qaynaqlanır? Dini savadsızlıqdan, məlumatsızlıqdan. Bəli, bu günləri elə biz şəhərə baxsaq, artıq cavanlar hamısı görürsən ki, müasir formada saqqal saxlayırlar. Əlhəmdülillah.